evdən dəfələrlə qaçır. Evlən dəfələrlə qaçanda gedib mən onu gətirirəm. Deyir, ay bala, evdən qaçma, evdən qaçma, evdən qaçır. Ujabım onda vərdişdir. Bir dəfəndə gərə daha doğrusu çoxdandan da qaçmışdı. Heç qaçmayan vaxtları idi. Ürəyimdə qaral qaldı. Bunu 5 gün mən gözlədim. Dedim, bu 5 gündə niyə gəlmədi? Dedim, hələ bir baxım görüm, axırı hara gedir, çıxır. Bunu mən getdim Abşeron polis idarəsinə xəbər verdim. Bunu tapdılar, verdilər, sağ olsunlar. İndi də 2 aydır, 3-cü aya keçibdi. Evdən qaçıbdı. Mən bunu gedib hara axtarış verim, nə qədər axtarış verim. Qızın 14 yaşı var, bəli. Bəs məktəbə falan getmirdi mütəs? Getmir. Məktəbə zada getmir. 14 yaşa sadəcə evdən qaçan qızdır. Nə atası da var, bəli. Atası da var. Atası da gözdən əllidir. Ata neynəsin, ana neynəsin. Heç kəs öz balasını pis gün istəməz. Allah belə qızın bəlasını versin. Evdə neçə uşaqdılar? Mənim uşaqlarım 10 dənə uşaqdılar. 10 uşaqdılar, bəli. Bakıda yaşayır yoxsa? Bəlkə də Ərdə olanım var, belə də hədə Xırdalı, belə. Öz doğma qızınız idi? Hə, bəli, mənim doğma qızımdır. Mən elə valla bu telefonda baxmışam, dedilər ki, Təranə dəm qazından zəhərlənibdi. Vallahi elə günənnəmdə getmişik xəstəxanaya, yenə də baxmışıq, deyirlər xəstəxanada da yoxdur. Qaçıb xəstəxanaya yoxsa? Xəstəxanadan dedilər qaçıbdı, belə bayaqlarım elə yenə də fikirləşdim ki, yenə də xəstəxanaya görə bunun vəziyyəti nədir? Hemun da vəziyyəti pisdir, amma bilmirəm mən.